Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri videonun başlığından da gördüyünüz kimi 8 Mart'dır. Bu günlərdə bayramdır və qeyri-iş günlərdir, amma bayram olduğuna görə hər il olduğu kimi də bu günləri yaxşı iş olur. İndi başlayaq. Saat demək olar ki saat düşdü, 14:54'dür. Tripimizi buradan yeniləyək. Şarjımız qalıb 40 kilometr. İlk sifarişimizi götürdük. Gördüyünüz kimi Rəsul Rza mərkəzə tərəf gedəcəklər. Elə bu Vaqif prospektindən götürürük sifarişimizi. Və onu da nəzərinizə çatdırım ki, yəni yaşadığım nəsə oput sözü yadımdan çıxdı. İstədim yadıma salam. Təcrübədən deyə bilərəm ki, yəni 6 ildir işləyirəm 2019-dan. 8 Martlarda həmişə iş yaxşı olur. Bu gün də onlardan biridir. İnşallah ki yaxşı olar. Və mart ayında bundan sonra bir güclü iş gözləməyin. Hətta Novruz bayramında belə iş zəif olacaq, bunu biləsiniz. Şəhər boşalırmı, nə olur bilmirəm. Yəni iş olmur. Novruz bayramında 8 Mart qədər iş olmur. Belə çatdıq birinci sifarişə. Bəzi söhbətlərim var. Onlara eləyəcəm indi sifarişlər arası sizin üçün. Birinci sifarişimizi yerinə yetirək, indi davam edərik. Gün başdan ayağa əsəblə başlayır. Qudurğanın biri maşında. Qudurğanın biri də yolda valla. Bir dənə azı ilə nömrə veriblər cəmaata. Bilmir neynəsin. Onun üstünə dart, bunun üstünə dart. Getdi girdi bir dənə maşının arxasından üstümə dartan moment. Mən də yolumu sürürəm də. Yəni siqnal da arxadan dayanmır. Elə Səməd Vurğundan düşəndə dang dang dong dong. Yəni bir dənə dövlət siqnal verib bilmir neynəsin. Oturtdurublar bir dənə də uşağı, nə bilim 18 yaşı var, 20 yaşı var, nədir? Elə dang dang dong dong. Düşən açıb elə danışır ki, görmürsən deyə siqnal verirəm. Bayaqdan düşmüsən qabağımıza. Deyirəm, mən nə qarım, düşmüşəm də, yəni yolda tıxazdı, gedirik. Sən prosta siqnal versən dayanmadan. Siqnal versən neyiniyim? Çəkilsən yenə mənim qabağımdakı yenə tıxazdasan. Yox, sənin maşını attıraram şu tərəfinə. Dedim, attırdı. Yəni şüşəni bağladım. Elə adamlarla söhbət eləməyə dəyməz. Nəsə belə, biraz neçə vaxt əslində orucluqda çölə çıxmıram. Ümumiyyətlə maşın sürməyə də çıxmıram. Nə də taksiyə çıxmıram ki, əsəb olacam. 1-2 dəfə məcbur çıxmışam. Qalan vaxtlarda çalışıram çölə çıxmayım. Çünki yəni mənəvi olaraq insanın orucu pozulur. Yəni qayda qanunla pozulmur. Amma dərindən dini bilən başa düşür ki, yəni mən nədən danışıram? Mümkün deyil, çünki bu insanlarla çöldə istər müştəriləri ilə, istər yolda adi maşın sürmək olmur. Nəinki qaldı ki, 10-dan da 15-dən də sifariş yaparasan, yasan, nəsə eləyəsən. Ay, sol, cüyüllər, uçdu, gördünüz. Belə adamlar, məsələn, BYD-nin adını çıxaracaqlar. Yəni verilib, ya arendadır, ya şirkətin maşındır. Uçurdurlar maşını, maşın yerindən tərpənir böyük sürətlə. Sonra deyəcəklər, nə bilim, bulan qranatı zaydı, aynən BYD pis maşındır, falan filan. Bu tip adamlara görə. Nəsə, mənim də günüm çox da yaxşı başlamadı. İnşallah davamı yaxşı olur. Səbrimizi basıb işləyək. İş hələ ki tam qızışmayıb. Ramazan ayı biraz bu belə deyək 8 Mart'a təsir edib, əlbəttə ki. Mənim təxminlərimdən saat 5-dən sonra iş 5-dən 8-ə kimi
ən qızmar vaxtı isə saat 7-yə kimi, yəni cəmaət restoranlara gedənə kimi olacaq. Və 7-dən də gecəyə kimi işlər yaxşı olmalıdır. Amma ən qızmar vaxtı olacaq saat 5-dən sonra, 5-dən 7-yə kimi. Çünki cəmaət gedəcək hardasa oturmağa falan. Bu aralar iş gücdə olacaq. İndi mən necə işləyirəm, onu sizə təxminən deyim. İndi bax, komfort tarifini də yandırdım. Əslində komfort plus anca yandırmışdım. Gördüyünüz kimi. Ekonomi ümumiyyətlə məsləhət görmürəm yandırmağı. Kimdə ki öz maşınıdır. İndi flitlə işləyənlər özləri bilər. İndi ağa deyir sürdərəyə, o heç. Mən demək girirəm Boltun adi proqramına. Kısaca bu arada burada da ekran niyə belə düşür? Uber'in biznesinə də girmişəm. Uber'i burada yazmışam, amma bilənlər bilir də komfort nə idi? Üst tanımaya görə bezdirir. Demək, yazın bu proqramları. Telefon belə şeylər niyə eləyir? Məsələn, burada vururam 6 saylı doğum evi elmlərə. Baxıram ki, görüm yaxın məsafəyə hansı tarifi nə qədər yazıb. Baxıram ki, komfort 4.80, komfort plus 5.20. Düzdür? 40 qəpik fərq. Və sonra bir dənə də uzağa vururam evə, neftçilərə. Yenə də baxıram ki, komfort 7.80 və komfort plus 8.30. Yəni yenə də 50 qəpik fərq. Demək ki, hələ də böyük fərq yoxdur. Həmən vaxtda açıram hər iki tarifi də, yəni 40-50 qəpik ilə bir şey olmaz. Yəni böyük gəlir əldə edə bilmərik. Ondan sonra açıram Yanqonu. Yenə də həmən qayda ilə vururam yaxına 6 saylı, məsələn, doğum evi. İndi burada çox vaxt onu axtarmışam deyə qalıb. Görürsünüz, yazıb 6 manat 10 qəpik biznes. Komfortu ümumiyyətlə baxmıram. Və vururam Çobanzadəyə, tutaq ki, uzaq məsafəyə. Baxıram ki, biznes 10.60. Yəni komfort plusdan yaxşı yazıbsa Uber. Bəli, onu açıram. Yəni gördüyünüz kimi yaxında ümumiyyətlə demək olar ki, əmsal yoxdur. Yəni bu şəkildə siz də Boltun, Uber'in proqramların yazın. Hansı ki, müştərilər üçün olan proqramdan söhbət gedir. Qiymətləri daimi olaraq yoxlayın. Hər yarım saatdan bir, yəni hardasa dayanırsınızsa, yaxud da gedə-gedə, probkada fərq yoxdur. Ona uyğun da kateqoriyalarınızı yandırın. Yəni baha olanda komfort plus, yəni qıpqırmızı oldusa komfort plus və yaxud da uyğundursa, hətta bəzən mən Boltu da, məsələn, dünənlər axşam çağı Boltu bağladım. Uber'dən 2 dənə gediş elədim, 26 manat biznesdən. Demək, Çumun yanından getdim. Belə deyək, müştəri sağ olsun yarı yolda düşdü. Trikarona tərəfdə Aspetrolun yanında saxladım. Və təxminən Elmlər tərəfdən Hüseyn Cavid prospektindən. Oradan da gəldim Holiday Inn'ə. Bu buradan aşağıda olan oteldə, yəni 28-dən aşağıda olan otel Holiday Inn. Port Bakun yanına. Gəldim təzədən 12 manat 80 qəpiyə. Bu da ikinci sifarişimizdir. İsmail Qutqaşınlı yuxarıya qalxacaq. Ümumiyyətlə ən çox xoşuma gələn sifarişlər silsiləsindəndir. Yəni bu mərkəzdən yuxarıdan da aşağı verilən sifarişlər. 15-20 dəqiqə olar bəlkə də burada gözləyirəm. Fikrim var idi açığı çıxım yuxarı. Nəsə mərkəzdə sifariş yoxdur deyə. İndi özü verdi yuxarı. Gedək sifarişimi icra eləyək. Sonra da biraz taksi xəbərlərindən sizə xəbər verəcəm. Və gəldik, çatdıq Qutqaşınlı küçəsinə. Qiymət 5 manat 20 qəpik idi. Müştəri sağ olsun 7 manat ödəniş ödədi. Hesab edin ki, elə komfort plusdan gəldim. Bu arada 8 marta aid bu çoxdan gəlmişdi mənə. Port Bakun Mall.
10 gedişə 10 manat da əlavə bonusumuz var. İnşallah ki o bonusu da vurarıq. Mesela bu üçüncü sifarişimizdir. Üçüncü sifarişimizi de icra edək. İnşallah bu Corolla və filtrlər barədə və BYD-lər barədə, bu kateqoriyalar barədə bir-iki öz fikrimi sizə bildirəcəm inşallah. Sifarişi bitirdik. Ödəniş 5 manat oldu. İndi növbəti sifarişdə yenə də burdandır. Gəldik demək Unibankın baş ofisinə tərəf Rəşid Beybutovda. Qiymət 5.50 idi. Bunun gözləməsi də olmuşdu. Xanım uşaqla idi da şey eləmədim. 5 manat ödədi. Gözləmə də o nəyə görə olub? İndi nə bilim. Qarşı da bu problemlərlə bir neçə dəfə rastlaşmışam. Crescent Mall'dan sipariş verir müştəri. İşarə gəlib düşür port balkonun qabağına. Port balkonun qabağında da yol patrul xidmət əməkdaşları imkan vermədilər saxlamağa. O yüzden mən gəldim Bentley'dən biraz da qabaqda saxladım maşını. Paka müştəri oradan yeraltı keçidə girib Bentley'ə tərəf gələnə qədər özü uşağına idi. Yoxsa bunun qiyməti 480 idi. 70 qəpik gözləməyə görə olub. İndi yazaq bunu Bolta. Belə sıxlıq çoxalır hər dəqiqə, hər an. Artıq saat 5-dir, 2 saat işləmişik. 2 saatda da cəmi 4 dənə sifariş aparmışıq, gördüyünüz kimi. Bir nəcəbsə sifarişlər nağd qoyulur. Bilmirəm, gözləyirlər ki, yəni mən deyim ki, ayo bayramımız mübarək, düşün gedin, yoxsa niyə? Amma yəni nağd sifarişlər çoxdur. İndi sizdə necə oldu bilmirəm, rəylərdə yazarsınız. Sizin gözləyək. Hər saatı 2 dənə sifariş. Hələ ki. 5-ci sifarişimiz Süleyman Sani Axundova tərəf. Səhv eləmirəm, düz yanımdan gəlib sifariş. Sedmoya tərəf gedəcək indi. Və gəldik, çatdıq Sedmoya. Ödəniş nağd idi, qiymət 5.80. Kartdan kart attı. Qardaş sağ olsun. 6 manata. Sifariş gəlib. Səhv eləmirəmsə hökməliyə. Hökməli nədir, komfort nədir? Çatmadı mən biraz. Yəqin ki bu sifarişi üzerimdən çıxaracam. Bu da növbət sifarişimiz Xətay tərəfə. Xətay ilə Ağşəhərin, nə bilim, sərhədinə indi. Necə deyirsiniz? Gedək sifarişimizi icra edək. Gəldik, çatdıq Xətay'a. Yolda artıq xəttimi bağlamışdım ki, vəziyyətə uyğun qərar verək. Demək, burada ən azından komfortu söndürək. Bir dənə qiymətlərə baxım, yəqin ki ya istiqamət vuracam, ya da ki Uber'in biznesini açacam. Çünki şəhərdə tıxac artıq lap çoxalıb. Saat da artıq 7-yə işləyib. İftara da təxminən bir 40 dəqiqə falan vaxt qalıb. Bu da növbəti sifarişimiz Comfort Plus tarifindən gəldi. Açıq baxdım, təxmini 1-2 ünvan vurdum. Məsələn, Targovaya vurdum, 26 dəqiqə göstərdi. Nə bilim, Elmlərə vurdum, elə o da təxminən 26 dəqiqə göstərdi. Odur ki, açdım xəttimi yenidən. Sadəcə olaraq komfortu söndürüb, yalnız Comfort Plus'u saxladım.
biznesdə yerində, indi bizneslərə xətdən çıxam. Bu sifarişi də icra eləyək, ondan sonra iftarımızı açaq. Yəqin ki, iftardan sonra yenidən işə davam edərəm. Bu arada gözləntilərim daha çox idi. Yəni 1-2 əmsalı yox. Mən bu saatlar üçün hardasa 2 əmsal gözləyirdim. O da nəsə olmadı. Demək bu sifarişi də bitirdik. Qiymət 9.40 idi. Müştəri sağ olsun, 10 manat ödəniş ödədi. Bu da oldu bizim 7-ci sifarişimiz. İndi bura hələ ki hesablanmayıb. İstiqamət vurmuşam hər ehtimala evə, buradan bura. Ona görə də ekonomu da, komfortu da açmışam. İnşallah təxminən bir 8 gün yenidən qayıdarıq işə və yerdə qalan 3 gedişi də çalışarıq vuraq. 10 manat bonusu götürək. Ondan da sonra görək iş hara kimi gedir. İnşallah davam eləyərik. Əmsal var. İş elə bil ki, ya mənə elə gəlir indi qızışdı, yoxsa yox, elə aşağı yuxarı eynidir. 1-3, 1-2 əmsaldır şəhərin bir çox hissələrində, maksimum 1-4 olar. Bu arada təxmini indi özüm üçün hesabladım. Düzdür, burada 42-60 göstərir. Mən işləmişəm çay boylarla bir yerdə 46 manat 20 qəpik. 4 saat elə təxminən. Çünki birinci sifarişimi elə baxıram ki 14.51-də, 14.52-də götürmüşəm. Rovno 4 saat işlədik. Görə iftardan sonra da nə qədər davam eləyə bilsə inşallah davam eləyərik. Ara yerdə evə gələndə qaraja düşən dəmirə sürtdüm maşını. Görünür, görünmür. Zızıqlar. Bilmirəm nə dərəcədə dərin oldu, amma maşında sürtdük. Xeyirli olsun. Qazandığımızı da verərik payrovkaya yəqin ki. Nəsə, işimizə davam eləyək. Olan olub zaten, indi durub onun fikrini eləməklə bir şey düzələsi deyil. Mən bir 15-20 dəqiqədir qalmışdım məhəllədə. Arada buram Mərzan klinikası. 20 var. Nəsə də götürək bunu. Heç dəxlisi yox idi. O verdi. Bu da Yaver Aliyeva verir. Заказ отменен. Nəsə şeydən Нет интернета. Доступ в интернет возобновлен. aviya rejimdən başqa bütün rejimləri atdım. 20 dəqiqədə dayanmışam məhəllədə, heç bir sifariş yox idi. Nəhayət bir sifariş gəldi. Əvvəl istiqamət vurdum, yenə də komfort plusda kalan gözlədim. Ondan sonra açdım ekonomu da, yenə bir gözlədim, bir 5-10 dəqiqə. Artıq 9-un yarısıdır. 8 gün çıxmışdım əslində evdən. Əlqərəz, 3 sifarişim qalıb deyə 1 saat yarım vaxtımız da var. Ona görə məcbur ekonomu açdım, vurdum Badamdara, DTX-nın hospitalına. Mənim köyünü izləyənlər bilir, sevimli yerimdə. İzbranı da qoymuşam onu. Şəhər tərəfə gedəndə veririm onu. Çox vaxt verir də indi. Nərmanovdan tutmuş üzü. Şəhərə Yasamal 28, elə Badamdarın özünə də bəzən verir. Nəsə, indi tərsinə 20 yanvar tərəfə verdi. İnşallah tıxaca düşmərik. Sifarişimizi tez icra edək. Görək sonra başımıza nə gəlir. Yerdə 2 sifarişimiz qalır. Ümid edirəm bonusu götürə bilərik.
Gəldik, çatdıq 20 yanvara. Qiymət 5.80 endirimlə düşmüşdü 4.60. Müştəri sağ olsun 5 manat ödənişdədir. Yerə də çox təxminən bir 20-25 dəqiqə vaxtımız getdi. Şükür Allah, probka yox idi bu da. Götürüblər bax fretin maşınların güllə kimi. Salamatı bir yerə vuruncadır. Ondan sonra maşını atır yiyəsin üstünə ki, öldür, pulum yoxdur. Nəsə belə. Gedək üzü şəhərə tərəf. İndi ekonomu söndürəcəm indi böyük ehtimal. Bu arada yəni heç belə gözləmirdim. 8 Martı bu il nəsə elə bil keçən ilə nisbətən pis oldu. Bilmirəm, keçən illəri işləyənlər yəqin ki var, videonu izləyənlərdən. Ya mən səhv bilirəm, ya mənim səhv yadımdadır, bilmirəm. Səhvim varsa mənə düzəldərsiniz. Yəni keçən illər məncə belə olmamışdı, bundan yaxşı idi. Korotçe bir avırçılıq, bilmirəm. Qəbul etmə faizim 97. Sürücü xalım 94. Sifariş vermiş. Yəni gəlmişəm Papanin tərəfdən düşdüm, Bakıxanov prospekti. Bakıxanovdan düşmüşəm Səməd Vurğundan düz aşağı. Gəlmişəm bu kəsişmələri, bu Targovunun bu kəsişmələrindəyəm. Sifariş də vermir ki, vermir. Nə bilim, çatmadı mənə. Niyə belə olsun? Vaxtımıza da az qalıb, artıq 40 dəqiqə vaxtımız qalıb. Bəya bir 5-6 dəqiqədə götürdüm, ekonomu da açdım, vurdum üzü Mida Yasamal. Ki, nə bilim, elmlərə, inşaatçılara olan sifarişləri versin, ekonom da olsa aparaq. 10 manat boşuna getməsin, amma baxıram ki, xeyri yoxdur. Nə bilim, qismət. Bəlkə Nərmanovu yoxladım. Amma yox, verdi. Kimi? Bu hara gedirik biz? Bu 22 dəqiqə nə idi? Molda birinci zəvadı, molun həm parkingindən çıxışı, həm də həyəti tıxacdı. Əli başdı. Belə neysə, Əlqərəz 4.30 müştərisi olsun, 5 manat ödənişdədir. Bu da növbəti sifarişimiz. Bu sifarişi bitirdik. Qiymət 4 manat 10 qəpik idi. Elə müştəri də 4 manat 20 qəpik verdi. Qazaxlar idi, yoxsa Monqollar idi, bilmirəm. Ardıca bir başqa da sifariş verib, belə eyni yerdən. Müştəri niyəsə yoxdur hələ ki. Heç hara olduğunu da açığa bilmədim. Sifarişi götürdüm. Yasamal tərəf. Karoçe 22.00 kimi rovna 10 dənə sifarişimizi yerinə yetirdik, şükür Allaha. Əsas oydu. İndi dalki işləyə görə nə olur? Məncə sifarişlər artıq çoxalıb. Yenə də baxarıq, indi bu sifarişi bitirək, daha sonra baxarıq. Yenə 20 yan var. Nəsə, bayaqki sifariş özüm qoydu bambıllığa. Müştəri vurub düz içəri şəhərin giriş çıxışın qabağını gördünüz də, yəni harda düşürtmüşdü müştərini. Orada da bir saniyə dayandın, götürdün müştərini, götürdün. Götürmədin, yəni oradan tərpənməlisən. İndi bunu izləyənlərin bəlkə də 99% bilir, başa düşür. İndi o hardakı tupoy, harda başdan xarab, dünya görməmiş adam, nə bilim, gözü bağlı gəzən, kör, nə bilim, indi ona nə deyim bilmirəm, başım çıxmırdı. Yəni adam şlaqbaumun qabağına sifariş verib, içəri şəhərin giriş çıxışın qabağına deyir ki, mən bilmirəm. Belə də ki, yəni
pravam da yoxdur, nə bilim nə 1000 dənə bahana gətirir. Yəni mən oradan tərpənmişdim açığı. Ay Allah, adam əsəb boğur da taksidə işləmək çox qəlizdir. Hələ bu komfort plusdur. Ekonomda necə işləyirsiniz? Allaha qurban olum. Allah köməyiniz olsun ekonomda işləyən bütün sürücülərə. Çox çətindir. Yəni ekonomdan başımı götürüb gəlmişəm komfort plusa. Anqabalar gəlib mənim burada da tapırlar. Nəsə, oradan mən tərpəndim. Yığıram, nömrə də təyin olunmuyub. Nəm gəlib çatmışam içəri şəhər. Filarmoniya tərəfdə məni yığır ki. Qaqa, sən haradasan? Deyirəm ki, içəri şəhərin qabağında. Niyə? Deyirəm ki, sən vurduğun yerdə deyildin də. Deyirəm, onda sifarişi imtina elə. Demə 12 dəqiqə gözlə, sifarişi imtina eləyərəm. 10 dəqiqə pullu gözləmə olsun. Deyim, mən tələsirəm, təcili sifariş verməm. Dedim, təcili sifariş verməlisənsə, imtina ver, təzdən ver. Dedim, özdə təcili tələsən adam vurduğu yerdə durur. Yəni, tələsirdinsə vurduğun yerdə olardın. Yoxsa mən gəlmişəm, çatmışam. 3 dəqiqə sənə orada özümü bitər-büzür, dala qabağa yubandırıb özümü gözləmişəm. Gəlib mənə deysən təcili. Nəsə, videonu çox da körləmək istəmirəm. Günlər nəsə mənim günüm deyil. Nəsə mənimki alınmır. Əsəb üstə maşını bir yandan sürtmüşəm. İndi də sifariş 20 yanvara. Gəldik, çatdıq 20 yanvara. Qiymət demək 4.70, 90 qəpiyə indirim olmuşdu, 3.80. Müştəri sağ olsun 5 manat ödəniş ödədi. Birazdan bir normal bir yerə gəlib çataq. Baxarıq görək o mat oturdu balansa yoxsa yox. Buradan dönək geriyə. Bu arada yadınıza salın. İndi kim bilirsə bilir, bilmirsə yadına salın. Əsasda bu taksi sürücülərinə aiddir. Bir çox yerlərdə, məsələn, Tbilisi prospektini görürsünüz, avtobus xəttidir və altında 7-dən 22-yə kimi yazılıb. Amma heç istiqamətdən də mən gələndə, yuxarı 20 yanvara tərəf gedəndə, indi düşəndə də fikir verirəm ki, cəmaat girmir. Düzdür, başa düşürəm, canının qorxusundan neynəsin yazılır, millət 100 manat. Mən 2 baldır, nə qədədir? Bal da olmalıdır, səhv eləmirəmsə, ona görə də çox adam girmir. Bəlkə də bilir, yenə də girmir ki, birdən yazarlar, gəlin onu sildir falan. Amma yəni girin, rahat girin, çünki radarlarda vaxt olur. Bu da 22.00. Vaxt olur orada, vaxt səhv ola bilməz. Sağ olun, siz vaxtınızı səhv salmayın, əsas odur. Yəni 22.00-dan sonra girin. Görürsünüz, məsələn, burada xətt tam boşdur. Cəmaat solundan gedir. İndi taksi üçün vaxt daha önəmlidir. Sifarişlərin yerinə yetirmək üçün. Həm qazanca hər şeyə təsir eləyir. İndi bu günlərdə demək, bu günləri səhv eləmirəmsə elə məlumat çıxdı ki, Toyota Fielder düşüb, demək, ekonoma, komfortdan yığışdırıblar. İndi bax, sizə bir şey göstərim. BYD Destroyer 05 yazırsınız, Google'da axtarırsınız. Gəlirsiniz Wikipedia'ya. Digər saytlardan da əldə edə bilərsiniz, amma buradan da əldə edə bilərsiniz. Və gəlirsiniz, burada belə bir məlumata gəlib çıxırsınız, görürsünüz, segment. C segmentindədir, görürsünüz. C segmentinə baxırsınız və burada C segmentində olan maşınları məsələn görə bilərsiniz. İndi məşhurlarını tapım sizə göstərəcəm. Məsələn, Hyundai'lardan Elantranı görə bilərsiniz burada. Kia Ceed görürsünüz. K4, yəni Cerato'dur bunlarda. Sonra Mercedeslərdən CLA, CLC, C-Class
Görürsünüz burada, sonra nə göstərim sizə? Nissan Sentra, Geely'dən M-Grand, Ford'dan Focus. Başqa nə göstərim sizə? Burada Chevrolet Cruze, Chevrolet Bolt. BYD-nin bir çox modelləri görürsünüz. Y2, Dolphin, Y5. Bizdə yoxdur bu. BMW birinci seriya, ikinci seriya, F74, Y87. Yəni bu maşınlar deməyim nədir ki, Corolla Fielder'də həmən sinifə aiddir. Fielder yəni Corolla'dır. Yəni BYD-nin səhifəsində biraz daha aşağı düşsəz görəcəksiniz Toyota Corolla. Yəni bunun şeydən Comfort Plus'tan çıxarsalar, bu o deməkdir ki 2024-cü il bu gördüyünüz bütün maşınlar, yəni ili təsəvvür 2024-ün Toyota Corolla'sını, Hyundai Elantra, Kia Ceed'in Comfort Plus'tan çıxartmalıdırlar. Yəni maşının hansı kateqoriyaya düşməsi insanların, nə bilim, TikTok'un, hər hansı bir xəbər portal saytlarından yox, məhz maşının sinifi ilə aidiyyatı götürülür. Gördüyünüz kimi, yəni 2024-ün Toyota Fielder'ı olsa, inanmıram ki o şeydən çıxsın. Belə deyək, Toyota Corolla 2024 Comfort Plus'tan çıxarıla bilməz. Həmçinin də bu aiddir Elantranın təzəsinə, BYD Destroyer'ın təzəsinə, hamısına bunlar aiddir. Odur ki, narahat olmayın. Yəni çıxası deyil. Çıxsa da ki, yəni bu bildiyiniz qanunsuzluqdur. Burada heç bir qanunu çıxarılmadan söhbət gedə bilməz. Bunlar hamısı qanunsuzdur. Yəni yadınızda saxlayın. Odur ki, hələ işləyirik. Ola bilər Uber'in biznesindən çıxarılsın. Ondan mən də o qədər də razı deyiləm. İndi salıblar, Allah canından sağ eləsin. Bilirsiniz də, yəni bu Comfort Plus'a gedən bir çox maşınlar Bolt'da şeydə Uber'də məhz biznes kateqoriyasına onlar salınıb. Amma Comfort Plus'tan çıxarılmasın, Comfort Plus'tan çıxarılmasın, BYD Destroyer'ın bu heç gözlənilən deyil. Əgər olsa da belə bu bildiyiniz qanunsuzluqdur. Yəni inanmıram belə bir böyük qanunsuzluğa yol versin Bolt. Belə bir hal baş verərsə şəxsən mən özüm Bolt'un rəsmi, yəni birbaşa olaraq Macaristana şikayət eləyəcəm ki bizim maşınlar Comfort Plus kateqoriyasından çıxarılıb. Belə Comfort'u hal-hazırda söndürdüm. Niyə? Çünki biraz əmsallar artıb. İndi düşürəm buradan üzü şəhərə doğru. Görək növbəti sifarişlərimiz hara olacaq. Bu arada bonusumuz köçüb. 62-50 çöldə göstərir. Burada görürsünüz ki 72-50 göstərir və qazancların üzərinə vursaq burada görə bilirsiniz. Ən altda bonus 10 manat. Yəni bonusumuz da köçüb. Hələlik bu saata kimi sifarişlərlə işləmişik 62 manat 50 qəpik. 10 manatda bonusuna 72 manat 50 qəpik. Saat artıq 22:51. Təxminən saat 11-dir demək olar. Növbəti sifarişimiz gəldi. Çəkə bilmədim çünki çay sürdüm. Azərbaycan prospekti 1-dən gəldi. Yəqin ki KFC-nin parkovkası tərəfdəndir və nəhayət mənim birinci kart sifarişimdir. Müştəri də gedir Zahid Xəlilova, Bakı Dövlət Universitetinə tərəfi yəqin ki. Elmləri də qaroç. Comfort Plus'la da ödənişdə 5 manat 50 qəpikdir. Gəldik, çatdıq elmlərə. Xlebzavod tərəfə gəldik, çıxdıq, belə deyək. Qiymət 5 manat 50 qəpikdir. Ödəniş kartla idi.
Ve burada işlediğimiz saatlara da baxaq. Bu günləri 6 saat 57 dəqiqə işləmişik. Düzdür, biraz çoxdur, amma mən yoxlamağa vaxtım çatacaq yoxsa yox. Əslində birazdan işi qurtarmaq istəyirdim. Görək doğrudanmı 8 saat işləyəndən sonra xətt bağlanır. Bilmirəm, yəni işləməmişəm o vaxta qədər. İşte məndə alınmazsa rəylərdə yazarsınız doğrudanmı 8 saat tamam olanda xəttdən atır yoxsa necə? Faizim qalxıb 98'e, amma burada nə var? 2 dənə müştəri binləri imtina edib. Biri o içəri şəhərdəki, bir də ki hökməli. Yəqin ki orada sürücü ləğv etməni xahiş etdi deyə basıb. Bilməm əllərindən nə keçir. Amma ki əlqərəz. Ona görə də faizimiz düşüb 94'e. Qəbul etmə faizi isə 98'dədir. Mərkəzdə məncə 1.5 əmsal var. Suriyə bura çata bilmirik. Bu da növbəti sifarişimizdir. Səhv eləmirəmsə, düz gördümsə əgər 2 ünvan var idi sifarişdə. Nəsə gedək çataq sifarişə bilərik. Bundan qabaq bir dənə sifariş gəlmişdi. Yaxşı ki özü imtina elədi. Alatava restorandan. Təzədən qayıdacaqdım. Elmlər tərəfə 5 manat 50 qəpiyə kartla. Yaxşı qutardı o sifarişdən. 2 ünvan idi. Biri statistikanın yanında. Biri də Nərman Veykəli tərəfdə. Qiymət 5.50 indirimlə 4.40'a düşmüştü. Müşteri sağ olsun 5 manat ödənişdədir. Ama birinci ünvanı biraz yaxşı da vura bilərdilər. Məsələn statistikaya da vura bilərdilər. İndi neysə. Müşteri deyib söz demək olmur. Burada elə Araz marketdən biraz sağa dönəndə statistikadan Pəncərə restorana tərəf. Bax düz oranı vurmuşdular. Yəni statistikanın kruğunda düşüb oradan 20-30 metr yolda ayağına getmək olardı. Əgər gəldi ilişdi desəm, burada 2 maşın üzbəüz dayanıb. Daha bir sifariş gəldi. 2 ünvanlı sifarişdir. Səhv eləmirəmsə elə eyni yerdən eyni yerə qayıdacaq. Görün bu təzə bəyəmamıdır. Təxmin elə orada. 2 ünvan vurulub. Ağşəhərə gedib təzə bəyəmamına tərəf qayıdacaq. Sifariş yanında çəkə bilmədim. Gedək sifarişimizi icra eləyək. Görək ondan sonra nə qədər vaxtımız qalır. Artıq saat 12'ye qalıb 20 dəqiqə. Biz getdik Xətaya qayıtdıq. Babal yumuyum. Nəsə mənim bu sifarişdə bəzi detallar çatmadı. Cibdə pul yox. Axırıncı 10 manatdan 8'in taksiyə. Riski sifariş geldi. Düz döndüğünde diyorsun ha. Neyse. İman Aziz. Şək eləmək də düzgündür, amma özlüyümdə yəni %99% Divjeniyada olduqlarına əminəm. Deyə bilərəm, amma and içəmlərəm. Sifariş yenə də 20 yanvar zonasınadır. Tbilisi prospektində səhv eləmirəmsə otel var. Qafqaz otel. Səhv eləmirəmsə orada sifariş. Bilmirəm sizdə olur yoxsa yox dedim. Bunu sizdən də soruşum. Məndə dünənlər də olmuşdu bu. Çoxdandır taksi işləmirəm deyə, amma məndə taksi işləyəndə də indi biraz turizmdə çox işlədim.
bir yerə məsələn bu günləri bir dəfə verdisə, hər hansısa bir ünvanların birini elə bir ki yadında saxlayır, ya alqoritm eləmiş işləyir. Yəni eyni yerə və yaxud da yaxın əraziyə çox sifariş verir. Yəni tutaq ki, bu günləri elmlərə verdisə, biliyorsan ilişir. Yəni hara gedirsən, qaytarırsan elmlərə. Mən bu günləri 2 dəfə 20 yanvar, bax indi yenə də demək olar ki 20 yanvara yaxın bir əraziyə gedirəm. Nəsə gedək sifarişimizi götürək, yəqin ki xaricidir. Götürək gedək. Bu arada xaricdə olan bəzi qardaşlar da xahiş edir ki, şəhəri də çək. Bu da sizin üçün şəhəri indi Novruz bayramı ilə əlaqədar bəziyiblər az neft dairəsini. Ümumiyyətlə şəhərin bir çox yerlərini gördüyünüz kimi butaları yenə də asıblar çox yerdən. Buyurun, bu da sizə şəhər. Demək, yolda hər hansısa bir yerdə saxlayanda, əgər ödəniş kartla qoyulubsa, girirsiniz burada 3 xəttə, vurursunuz Dabavitsa Stanovku. Onu vurandan sonra burada birinciyə vurursunuz. Olduğumuz yerdə Dabavitsa Stanovku VTMS, yəni olduğunuz yerdə Stanovkanı əlavə edirsiniz və daha sonra müştəri onu təsdiqləyəndən sonra öz tətbiqində sizə ödəniş başlayır gəlməyə. Gördüyünüz kimi gözləməyə görə burada 1 manat 23 qəpiy artıq yazıb. Təxminən 9 dəqiqədir buradayıq. Demək, düşürtdüm oteldə. Qiymətimiz oldu 7 manat 50 qəpiy. Ödəniş də kartla idi. Belə artıq iş öldü. İndi düşəcəm üzü şəhərə doğru və oradan üzü evə tərəf vuracam. Paputka, niputka, axırıncı sifariş də versə pis olmaz, çünki sabahdan artıq normal bir iş gözləmirəm. Çalışacağım ki, bu videonu da sizin üçün elə ayın 9-u montaj eləyib yüklüyüm. Siz də izləyəsiniz, ya maksimum onu. Çünki yoxsa valla polirovka üçün desən gedəməyəcəm. Nəsə də baxarıq. Bu arada yolda gələndə də yadıma düşmüşdü. Dünən biz neçə saat işlədik? 7 saat 46 dəqiqə. Onu tuta bilmədik. 14 dəqiqəmiz satmadı və bu işlədiyimiz artıq yeni gündən sayılır. 49 dəqiqədə yeni gündən işləmişik. Artıq demək olar 9 saata yaxınlaşır. Nəsə Targov tərəflərdə təxminən sahil metrosu ilə ətrafında bir 15 dəqiqə gözlədim. Hardasa Comfort Plus'la son 5 dəqiqəsində ekonomu dayandırdım, istiqamət vurmuşdum. Artıq sifariş vermir, o yüzden də gedirəm yavaş-yavaş evə tərəf. Yol üstü verməz. Qismət. Ruzumuz bu qədər imiş. Son olaraq demək istəyərdim ki, yəni 8 martdan belə gözləmirdim. Daha yaxşı bir iş gözləyirdim. Hamı taksidir. Onun sağ tərəfi hamı taksidir. Daha yaxşı bir iş gözləyirdim. Nəsə bu günləri yenə də Allah bərəkət versin, bir söz demirəm, amma bilməm 100 manata yox 90 manat işləmişəm yoxsa. Demək 15 manat 10 qəpik bu gün. 15 manat 10 qəpik bu gün. 85 manat 83 manat 50 qəpik də burada göstərir. Proqramla təxminən ikisi bir yerdə 100 manatdır. 83, o da 15 başım işləmir. 98 manat 60 qəpik. 100 manatı keçdim.
100 manatı keçməyini keçmişəm. Çünki çay boylar da olub. Nağd sifarişlərimiz çox olduğuna görə. Amma yəni təxminən mən 150 manat gözləyirdim. Yəni 50 manat daha çoxsunu gözləyirdim. Əmsal aşağı oldu. İş oldu amma əmsal nəsə aşağı oldu. 9 saatdan məncə çox işlədim. Bir dəfə də nəsə məhəlləyə çatanda baxarıq aktiv olma saatlarımıza. Yəni bundan daha yaxşı ola bilərdi. Bilməm sizdə necə oldu, necə alındı. Taksi WhatsApp qrupunda uşaqlar paylaşmışdı. Çox da baxa bilmədim. Bir dənə elə Cavid qardaşım bir dənə 38 manatlıq sifarişini gördüm. Dalini tutmuşdu. Dalini olmalı. Nəsə bizdə ancaq şəhər ətrafı oldu. O yüzden bəlkə normal summa alınmadı. Bəlkə də dalini götürsəydik daha yaxşı ola bilərdi. Yenə də qismət. Rəylərdə yazarsınız. Görək nə alındı, nə alınmadı. Bir də bir fikir bildirmək istəyirdim. Bu taksi vlogları çəkirəm ümumiyyətlə. Bəzi adamlar görürəm ruzilərindən narahatdır. Çox videolarımda bu haqda danışmışam, amma yeni kütlədən yenə də bəziləri baxıram ki, narahat ki, ay Türkiyə çəkirsən, paylaşırsan, nə bilim, dövlət taksiyə nəsə qanunlar fikirləşir, falan filan, qiymətləri göstərsən, cəmaat gəlir, taksiyə qoşulur. Əziz taksiyə qoşulmayanlar, ümumiyyətlə, birinci onlardan başlayaq, qoşulmayanlar üçün deyim ki, əvvəlcə siz gedin mənim videoma baxın, hansında ki, mən sertifikat, buraxılış kartı, buraxılış vəsqəsi almışam. Və onu 3 ay vaxtım gedib, 400 manata yaxında pulum gedib. İlk öncə ondan başlayaq və maşın tələbləri var, yeni tələblərdə. Yəni maşın ala bilirsinizmi, bilmirsinizmi, ona baxın. Lap tutaq ki, burada işlər gedir. Lap tutaq ki, baxdılar mənim videoma, getdilər 400 manat döşdülər, maşın aldılar 20 min, 25 min civarında, qoşuldular taksiyə. Qardaşlar, mənim göstərdiyim, məsələn bundan öncə göstərdiyim qarlı gündə çəkib göstərmişdim. Bu günləri 8 martda çəkib paylaşıram. Yəni gəlir həmişə belə olmur. Yəni sabahları məsələn işə çıxıb çəksəm, iş çox zəif olacaq. Və sabahları mən ümumiyyətlə işə də çıxmıram deyə çəkiliş eləyə bilmirəm. Yəni oruc durub boş-boşuna şəhərdə elə maşın sürmək özü mənə bir çətin gəlir. Yəni əsəb, stres çoxdur adi maşın sürəndə. Qalmışdı ki, hələ işləməyəsən, pul da gəlməyə. O da bir adamı stresə salır. Ki, nə oldu, bir dənə sifariş gəlmədi, falan filan. Qiymətlər aşağı olur. Və nəzərinizə çatdırım ki, yeni işləyənlər, yeni işləmək istəyənlər, hətta belə deyək, taksinin sezon və sezonun aşağı olan, belə deyək, hissələri var. Məsələn, yanvar, fevral gəlirlər aşağı olur. Üstə gəl Ramazan ayında hər ay il 10 gün arxaya çəkilir. Bu illəri məsələn mart ayına düşdü. Gələnləri biraz fevrala, biraz qalan hissəsi marta düşəcək. Yanvar, fevral, Ramazan ayı, Məhərrəm ayında, hansı ki o da 10 gün arxaya gəlir. Bu aylarda iş zəif olur. Bu 4 ay və üstə gəldi avqust. Yəni maşın taksiyə maşın götürüb və bunu da lizinqə götürmək istəyirsinizsə, kreditə götürmək istəyirsinizsə, çalışın, ödənişiniz maksimum 600 manat olsun. Yəni onu keçməsin. 500-600 manat civarında bir kredit götürün, ondan artıq götürməyin. Yəni 800, 1000, 1200 götürmək və o ödənişi ödəmək taksidə işləyə çox çətindir. Yox, əgər subaysızsa, bəli, hardasa 800 manat civarında kredit götürə bilərsiniz. Çünki sizə yerdə belə bir şey qalmayacaq. Yəni bu
İndi birazdan izləyib görəcəksiniz də mən buradan mənə nə qaldı, nə qalmadı. Onları çəkib paylaşacağım. İndi birazdan sizə bu günlərin neçə kilometr maşın sürdüm, yanacaq sərfiyyatları, amortizasiya xərcləri, hansı ki çox adam onu unudur, hesablamır. Amortizasiya xərclərimiz hesablanmalıdır. Boltun faizidir. Nə bilim, çöldə yeməyimizdir, suyumuz, sigaretimiz. Yəni bunlar hamısı şərtdir. Bunlar hamısı rasxodlardır. Rasxodlarınızı da hesablamalısınız. İndi birazdan onları, rasxodları da çəkib paylaşacağım. Yəni sonda mən bugünkü gün ərzində nə qədər qaldı, onu sizə bildirəcəm. Yəni belə deyə də çətindir. Yəni cərmələr var. Bu günlər gördünüz adı. İndi o mənim öz səhlənkarlığımdır. İndi ola bilər. Olmaya da bilərdi. İndi oldu. İndi adam var maşına sürtür. İndi nə bilim mən həyətimizdəki bir garajın girişində olan turbaydı. Tələsdim biraz yuxarı çıxmağa. İftarın vaxtını keçirtmişdim. Tələskən yolda turbaya sürtdüm. İndi polirovkaya da nə bilim nə qədərsə pulum gedəcək. Düzdür, mən onu bugünkü günün ödənişindən çıxmayacağım, amma reallıqda onda çıxsam mənim bu günləri demək olar ki bir şey qalmadı. Yəni hədər 9 saat 10 saat mən maşın sürdüm, belə deyək. Bunların hamısını nəzərə alın və qaldı ki taksi sürücülərinə hansı ki narazıdır bu çəkilişlərdən. Əvvəla yəni videoları izləməyin, xahiş edirəm. Və rəylərdə də bunu bildirməyin ki nə bilim azaldı falan, yəni haydi aman da qoyma biz 10 manat qazanacaqdıqsa 5 manat qazandıq. Qardaş, hamının ruzisini Allah özü üçün yetirir. Yəni taksiyə artıq da adam gəlsə Allah sizin ruzinizi bir yerdən yetirəcək. Yəni nə qədər sizə ruzi yazılıbsa çıxın, çalışın. Gördüyünüz iş halaldır. Çalışın bu və ya digər yollarla işinizə haramçılıq qatmayın. Yəni qatanlar da var da, yəni indi xırdalayıb detalına getmək istəmirəm. Allah hamısının ruzisini yetirsin. Yəni demək istədiklərim buydu. Bu arada gəldik, çatdıq, xəttimizi bağlayaq. Mən elə Uber'də də əslində girmişdim. Yol üstü vurmuşdum. Ümumiyyətlə bu günləri Uber'in səsi çıxmadı. Belə, indi evə çatım. Kilometrajımızı çəkib paylaşacağım və burada səhər mən işə başlayanda 2.5 idi. Yanacaq. %8.1 olub. İndi evə çatana kimi də buna son olaraq baxarıq. Görək nə qədər olub. Və onunla da hesablamamızı apararıq inşallah. Demək, sürdük bu günləri 142.2 kilometr. Yanacaq sərfiyyatımız da buradan səhər məndə 2.5 idi. 5.6 litrdə yanacaq sərf elədik və üstəgəldə təxminən 1 manatlıqda şarjımız getdi. Demək belə, gəldik yekun hissəmizə. Yuxarıda gördüyünüz gedişlərimizdir və onun altında olan bəzi gedişlərdən bizə qalan çay boylardır. Gördüyünüz kimi 15 gedişimiz oldu. 15 gedişdən də əksəriyyəti səfərimizə 2 dənə ya 1 dənə kartla oldu. Nəsə belə bir şey. 2 dənə minimum. Altda gördükləriniz bunlar çay boylardır. Bu da yəni, qəpik olmasına baxmayaraq sonda gördüyünüz kimi 6 manat 30 qəpik elədi. Ümumi gedişlərin göstəricisi oldu 88 manat 60 qəpik. Burada 10 manat qazandığımız bonusdur. 10 gedişə 10 manat, onu yerinə yetirdiyi 10 manatdır. 6.30 da bu çay boylarımızdır. Və 88 manat 60 qəpiyin 24%-ni hesablayırıq. 21 manat 30 qəpik.
Və onu da deyim ki, 10 manatın, yəni qazandığımız bonusun faizi çıxılmır. Bir ara söhbətlər yayılmışdı ki, çıxır. Amma proqramla da baxdım ki, çıxmır. Dəqiq hesabladım. Qəpiyə-qəpiyə gördüm, yox düzdür. Çıxmayıb. Faizə çıxdı 21 manat 30 qəpik. Benzin və amortisasiya xərcləri demək, burada 1 manat bizim elektrikə verdiyimizdir. 9 manat benzinimiz getdi. Xatırladım ki, ümumi sərfiyyatımız az öncə dediyim kimi 5 litr 5,6 litr oldu və bunu 1,60-a vururuq. Çünki mən 95 vururam maşına. Və eynən 10 qədər də minimum 10 qədər də gərək biz amortisasiya xərcləri əlavə edək. Bunu heç bir zaman unutmayın. Çünki maşınımızın benzindən də başqa rasxodları var. Yağı, suyu, nakladkası, təkəri, nə bilim elektronik bir hissələrdən ola bilər. Çox şeydir, yəni maşının bütün digər rasxodlarına amortisasiya xərcləri deyilir. Hətta o xərclərin içərisinə sizin maşınınızın köhnəlməsi, qiymətdən düşməsi belə o da o xərclərə daxildir. Hələ bunun demək cərməsi var falan filan, yəni bunlar da nəzərə alınmalıdır. O yüzden də yadınızda ən yaxşı halda amortisasiya xərclərini qırağa qoyun. Minimum ona hesablayın ki, yəni biləsiniz ki, mən bu günləri nə qədər qazandım. Yoxsa 88 manat 60 qəpikdən faizi benzin çıxdım, qalanı mənimdir, o qalanı sənin deyil, onun içərisindən maşının xərcləri də var. Və təxminən 9 saatdan çox oldu. İndi mən 20 neçə dəqiqəmi, 15 dəqiqəmi təxmin götürürəm 9 saat yarım. Çünki proqramda yazılan da var. Evdən çıxırsan, eləyirsən, nə bilim evə gedəndə də vaxtı söndürürsən, proqramı bağlayırsan, yəni onlar hamısı da vaxtı, yəni faktiki olaraq minimum 9 saat yarım təxminən sən günü ayırırsan taksiyə çıxmaq üçün. Və belə yekun qazancımız da oldu 64 manat 60 qəpik. Mənə görə Allah bərəkət versin. Daha yaxşısını gözləyirdim. İnşallah belə alındı. Belə qazanclarımızdan bu qədər. İstərdim ki, biraz statistikamıza, kanalın statistikasından nəzər yetirək. Biraz podpişiklarda məndə, yəni izləyicilərdə biraz axsama var. Video çıxmadan öncə izləyicilərimizin sayı 8835-dir. Sizdən çox xahiş edirəm, tez bir zamanda mən 10K, yəni 10.000 abunəçiyə çatmaq istəyirəm. Bunun üçün mənə dəstək olun. Ki 10.000 bir göstəricidir. Ondan sonra bir reklam üçün müraciətlər bəlkə oldu. Hər hansısa bir reklam götürdük. Bu da bizə dəstəkdir. Belə, ümumilikdə videomuz bu qədər. Allah hamıdan razı olsun. Allah ruzunuzu yetirsin. İnşallah gələn videolarda səslənərik. Sağ olun.